bir papiri oxumuşdum, indi oruca göndərdim. O papiridə gördüm ki, öz aranjmançı mənə dedi ki, əvvəlini bundan başlayaq asta-asta. Yoxdur neçə vaxtdır, nə qərarım, nə günarım. Nəsə bu mahnı yoxdur. Dedim olsun. Onu da YouTube'dan araşdırdım ki, ona yaxın müğənni oxuyub, özü də bütöv. Mən isə bircə bəndi papuriyə vururam. O papuridə də təbii ki, çox müğənnilərin mahnıları var. Ərk eləyirəm də, Meydan Əsgərovdur, Manaf Ağayevdir. Durub bir daha zəng eləmədim. Bildim ki, hə deyəcəklər. Arasında mahnısından bir bənd. Mən də götürdüm, aranjman elətdim bunu papuri şəklində. Elə YouTube'a qoydum, heç raskurtka da eləmədim. Çünki aranjmanın açığı bəyənmədim, ürəyimcə olmadı. Moskvaya köçən il idi. Sonra bilmişəm, bu Ağzı Ərgölçə Şəhəri Qılça, bu Rübail adlı müğənniyə deyir ki, afətdən onu sildir. Sən demə, bu Rübailin mahnısıdır. Rübail onu oradan, mənim prodüserimə deyir ki, onu oradan silin də. Papuri də 8 dəqiqə idi, sildik, dəqiqə yarım azaldı, 6 dəqiqə yarım, no problem, sildik. Amma indi bax, bayaq toy gəlib, Talışların toyudur. Deyirəm, oğlan oxuyan kim? Deyir, Azərbaycandan Rübailə istəyirik deyək. Dedim, yox, o gələn toya mən gəlmirəm. Dedi, niyə? Dedim, mənim mahnımı vaxtı sildirmişdi. Mən papuri oxumuşdum. Hamı oxuyub da, yəni biri var, heç kim oxumaya, heç kimə icazə verməyə. Biri də var ki, bircə mən oxuyam, hamı oxuyur, bir dənə sən özdə mən bir bənd oxuyuram, hamı bütöv hər yerini oxuyur. Yəni hamıda heç nə demirsən, məndə deyirsən ki, bunu götür. Mən də bilirəm, bu Rübailin öz işi deyil, Rübail durub, o centilmen oğlandı, o belə şeylərlə ilgilənməz. İndi nəsə yəqin adamdır da, təsir elə bilib ki, onu götür oradan, götürdü oradan falan belə. Hə, bir də qışda da demişdilər ki, istəyirik gətirək. Mənim də toylarımın çoxu Talış toyları olur. Dedim, yox, mən demirəm, onu gətirməyin, gətirin. O varsa, dedim, mən gəlmirəm. Ondan sonra dedilər, yox, zaten sən bütöv toyu sən aparacaqsan. Onun yarım saat, bir saat toyu başdan ayağa dedi, demirik ki, oxusun. Zaten o yarım saatlıq nəzərimizdə tutmuşuq, bir saat zad belə. Dedim, yox, mənə problem deyil, gəlsin. Mənə toy müqəhətdir. Ev kirəsi. Evi kiraya verməmişəm canım. Mən ev kiraya onu verməmişəm. Ev kirayəsi nə deməkdir ki? O bələdiyyə vergisi, ödəyirik onu. Hə, ödəyirik. Nəysə, indi öz-özümə deyirəm ki, güya onu mən oradan götürdüm də heç cəmaat bilmədi. Götürməsəm də heç biləsi deyildi, heç eşitməmişdiniz də. İndi o papurini təzdən işləyirik. Təbii ki, oradakı ayrı mahnıları, onu yox. Mənim əslində bu danışığım da reklamdır çox müğənnilərə. Amma olsun, yəni bildirmək istəyirəm ki, mən də elə onu bayaqları yağlı bir toydan, çox da belə möhtəşəm bir toydu. Hə, dedim, yox. Orada o qədər var, gözəl müğənnim. Kərim var, Kərimi gətirin. Canım sizə desin. Var da, gətirin. O qədər var orada. Enerjili müğənnilər var ki, bəy oxuyanlar. Gətirin. Əl-ələ verək. Bu deyə Esmira Mehizadə. Neyse, qoy toylar başlasın. Gələsən burada iki bacı. Mən olacam oğlan oxuyan, sən olarsan qız oxuyan. Ya da sən olarsan oğlan oxuyan, mən olaram qız oxuyan. Ya da sən oğlan oxuyan olsan, Esmiranı nə eləmək olar? Esmiranı kişi adlı nətər eləyərik bu görək. İlkin nə yazıb mənə? İlkin. Talış niyə demiş? Can, hə, göndərdim elə. Oruç qaqama göndərdim papurini. Maşallah. Oruç bəyi özəlləşdirmişik. Şəbnəm. Bu qız Esmira, bir də mən. Üçümüzdən imkan yoxdur. Üçümüzdən imkan yoxdur ki. Bizim Şəbidir bu. Şəbinin özü də yoxsa fanatıdır. Çünki şəkil əvvəl ayrı idi. Şəbi Türkiyədədir indi. Maşallah. Hə. Mən də vallahi pislik əlimdən gəlmir, amma ki
Mənə olunan cavabsız qoymuram da. Neyniyim, mənim də xəsiyyətim Allah kəssin. Pisliyə eləyirəm. Yaxşılığa da yaxşılıq edirəm. Hara gedirəm? İdmandayam. O gün orta mənə toyuq pişirtdiz, yedirtdiz. Onu əridirəm. Rusiyada bu çox özüncür. Nə? Başa düşmədim, ay Vüsal bəy. Maşın nömrəsi. Bura haradır belə? Bilirsən, Şəbnəm Tovuzlu. Hə, bacı, bir dənə bənd mahnısını qoymuşdum ora. Hamının var ya, bir 10 nəfər oxuyub YouTube'da. Onlardan götürtmədi. Mənimkini dedi götür. Dedim, problem yok. İndi də belə. Hansı şəhər? Əfqan bəy, sizin müğənniniz harada yaşaya bilər? Ancaq paytaxtda. Mən ancaq paytaxtda yaşayıram da, ona görə belə gendroz danışıram. Sonra burada gecə olmur canım. Hansı şəhər? Üstü açıq şəhər. Nöqtə qoyanı qoy bloka eləyim. Bu ər oğursunun adamıdır, ya da özüdür, ya da xalası qızı var. Bir dənə 8 dəfərdən boşanan xalası qızı var. 8 nömrəsi var. 37 manat 50 qəpiyə bütün günü səhifəmi spam eləyir. Hə. İstidir ora, yox, ora yaxşı sərindir. Gözəl havadır. Gözəldir hava. Surgut deyil canım, Moskvadır. Mən Surgutda yaşaya bilmərəm. İnciməsin Surgutda yaşayanlar. Orada çox soyuq olur. Mən yaşayanmaram. Çox soyuqda da yaşayanmaram, çox istidədir. Mən belə sərin yaylaq havası. Aran da, yaylaq da doğmadı mənə. Qəlbimi ellərə verməsəm ölləm. Qəlbimi dağlara verməsəm ölləm. Hə. Hoşum. Birdoğanın xalası qızı gəldi. Oradan 8 dəfərdən çıxıb 98 də profili var. Əyri qılça ilə onu bəs eləyir. Yaxşısını siz eləyirsiniz deyir vallahi. Əlbəttə düz eləyirəm. Fağır olmayın. Fağır oldusa bu dünyada ürək ağrısı tapacaqsınız. Ya insult, ya infarkt, ya da ki ən yaxşı halda şəkər. Cavabını verin. Nə olar? Nə olacaq ki? Mən cavab verməsəm yata bilmirəm həmin gün. Özümə bağışlaya bilmirəm. O üçün bu yaxından bir adam mən oxuyan toya gətirmişdilər yarım saatlıq. Orada gəlib söz atırdı. Elə bildi ki, yiyəcəm də. Dedim sənə, sən öl dedim. Sat dedim. Nəsə cumdum bunun üstünə. Qabağımıza adam keçdi. Nə olar? Hətta fikirləşdim, eybi yoxdur. Keçənə güzəşdi. Amma bir sözə 111 dənə təpəsindən aşağı ən gözəl cümlələri dedim. O da 7. Polunu yedirtdim, yola saldım. Dedim, indi get. Get indi, genələ. Verilişə də buraxmırlar. Bir dənə İbo'nun verilişi müdü qalıbdı. Dedim, get orada oturup deyərsən ki, afət başımdan aşağı söydü, yedim. Və bunu deyərsən. Neyse, belə. Mən hardayam, qaçıram. İdmandayam. Hatta hava qarar. Ay canım, qeybət niyə qırıram ay canım? Saymırlar deyəndə sahib nağaracaq, saymayıb nağaracaq. Qeybət qırmıram, olanı danışmaq özdə üzünə. Bu qeybət deyil. Qeybətin tərifini deyim istəyirsiniz. Kiminsə haqqında arxasınca, yəni üzünə deyə bilmir, oturur dalınca palaskat eləyir, o qeybətdir. Amma buradan üzünə demək, üzünə afətlə üzünə verilişi. Verilişimin adı niyə üzünədir? Siz qeybətdir deməyəsiniz deyə. Afətlə üzünə promoy deyirəm ki, budur. Yox, hələ işıqdır. Qaranlıqdan da işi qorxmuram, yox. Hələ işıqdır, niyə qorxaq ki? Afətlə üzünə. Lopuna, hə. Azər bəy, elə də ola bilər. Ay, sağ ol.
Hesab satılır 460 minlik. Neçə satırsan? Bazar olsun. Gedim oradan görək nə gəlibdi. Beşlərim yenə gəlib 2-3 dənə. Dırnaqlarımı kəsməyə görək gətirdirəm. Görək gəlib çıxıb. Dırnaqlarıma istirahət vermək istəyirəm. Var olun, siz də var olun. Hava hələ qaralmır. Burada qaralmır. 12-də qaranlıqlaşır, 12-də. İndi 9. YouTube'da da girin, mahnımı like eləyin. Sonra TikTok'da da mahnımı aktivləşdirin. Görəsən dırnaqları belə kəsmişəm. Əyri kəsmişəm indi. Qayçım yaxşı deyil. İndi yaxşı qayçı gətirmişəm. Gelin belə. Elə əlim rahatlaşıb ay qızlar. Arada fasilə verin, dibindən kəsin. Görün, həm sivej olacaqsınız, həm də super olacaq hər şey. Doğrudan da hündür binada. Gözü qaralır. Gəlin görək. Pamadalarımız adında gəlib. Görək nədir? Afətlə üzünə dada. Üzünə. Düppədüz. Ova Kürdəmir, səni bir saat blok atacağım. Səni blok atacağım, əlimdədir knopka. Amma bu gözəl xanımı bir də görməyəcəksən. Ona görə qurban olasan mənim bax bu üzümə, səni bloka atmıram. Ağzı əyri göz çaşı görməkdənsə məni görün də bu gözəllikdə qızı. Gəldim, çatdım. Çıxmayın TikTokda, mən bir dənə QR kodu göstərim ki, beşlərimi versinlər. Ağzı əyri göz çaş, qafiyə də qəşəng gəlir. Ağzı əyri göz çaş, əyri qılça. Təzə parikində heç mübarək olmaz. Besmiyotnik aşağıya oxşur. Yox, özüm dondurmuşdum ki, iş görürdüm. Yığışın, bura 1000 nəfər olun, fokus göstərəcəm. Yığışın, ekranımı tıklayın. Dostlar görək. Qəşəng. Eyvallah, süper. Görək. Süper. Супер. Спасибо. Спасибо. Ha. Dodağım ne geçiyor? Bu kızlar Golden Rose'un pomadasıyla karandaşını aldım. Çok geçeydi. Çok geçey. Sesim gelmiyor. 1200'den canlım dondu diye çıktınız. Ev yoktu. Koy söndürüm ben de.